Really say that? Is that all the decisions were right after the referees analyzed? Deputatlar həqiqətən də bunu qeyd elədi ki, bütün qərarları hakimlərin doğruydu. Well, I think the head of refereeing he has his own opinion and he tells his opinion, but I think and his opinion needs to be respected. I'm not arguing about that, but I think our opinion also needs to be respected because we consulted with personally me, you know, like with a lot of referees, you know, like from different countries, from different you know, federations, and even the referees who whistled in the Europa League final, the Champions League final, who are refereeing at the top level, and none of them, you know, oppose the opinion that is absolutely nothing wrong with that goal. So, okay, this is your opinion, but I would like to see the consistency during the season. Because I'm sure, you know, like that is going to be the moments when the same thing will happen and it's going to be completely different decision taking. And about, you know, like this, the goal on the last minute, you know, in every sport is the same. The video assistant referee is to support your decision, good or bad. And if you don't have a proof, there is like golden rules, like in American football, in basketball. Yes, if you go to check, it's 50-50, you know, like you don't see, you don't have a proof that it can be, you know, like a bad decision. You just say, okay, you know, that must be a penalty, that must be decision taking. So I really would like to see what camera they have to see, you know, like if it was handball or not. Because from that camera that I'm watching on TV, you cannot. You can imagine that the ball touched the hand, but to see that the ball touched the hand, you know, like, come on, you know, we now, you know, like in the dark room looking for a cat, you know, maybe we catch it, maybe we don't. So why, you know, like if you cannot prove that this is, you know, a handball, what you cannot take it out because you're punishing, you know, like one team. Yes, I understand. Maybe it was a handball, then you're punishing another team. But that's how you go. If you don't have a proof, you cannot, you know, like say that somebody is guilty. So that is my opinion. Mən fikirləşirəm ki, hər kəsin özünün fikri var, rəyi var və hər fikir, hər rəydə hörmət eləməlidir. Və mən onun fikrinə, rəyinə hörmət edirəm, onunla bu barədə nəsə mübahisə eləmirəm. Amma mən şəxsi olaraq fərqli ölkələrin, fərqli federasiyalarında işləmiş hakimlərlə, top səviyyədə olan hakimlərlə daha çox Avropa Liqasında, Çempionlar Liqasında olan hakimlərlə məsəl üçün danışdıqdan sonra deyə bilərəm ki, əsasən vurulan ikinci qolda tamamilə düzgün verilməyən bir qərar var. Amma bu mənim üçün maraqlıdır ki, bu verilən qərar il boyu yəqin ki, belə hallar baş verəcək. Belə hallarda da mı yenə göstəriləcək, davam etdiriləcək mi, həqiqətən haqlıdırmı? İkinci qola gəldikdə isə, axırıncı saniyələrdə ləğv olunan qola gəldikdə isə VAR sənin verilən qərarı dəstəkləməlidir. Bu, Amerikan futbolunda da, hər bir futbolda qızıl bir qanun var ki, belə hallarda 50-50-yə bir situatsiya ola bilər. Mən orada həqiqətən əl görmədim. İkinci, axırıncı saniyələrdə ləğv edilən qolda. Sanki elə bir ki, qaranlıq otaqda bir şey axtarılmış kimi, bir sübutu olmayan bir şey axtarılmış kimi. Hansı televiziyadan baxanda belə görürsən ki, burada əl görsənmir. Bu bir sübut yoxdur. İndi mən deyə bilmirəm ki, günahkardır bunda, amma ikinci qolda da yerə qeyd etmək istəyirəm ki, biz heç bir əl görməyik. Ləğv edilən qol.